Zaqatala Laçın Fiziki Coğrafi rayonundan axan çaylar üçün səciyyəvidir. Bu suallar çox önəmli suallardır, həll qəbula düşə biləcək suallardır. Ona görə xatırlatmaq istədim. Deməli, buzlaqlar qidalanma üstünlük təşkil edir. İlk öncə bilməliyik ki, buzlaqlarla qidalanan çaylar 5 çayımız var ki, Samur, Qusar, Qudyal, Dəmiraparan çay və Gilan çaydadır. Buzlaqlarla qidalanan çaylar məhz bunlardır. Yeraltı sularla qidalanır sözü doğrudur, çünki bu ərazinin çayları yeraltı sularla qidalanırlar. Böyük Qafqazın cənub yamacından axırlar tamamilə doğrudur və güclü sel hadisələri, özdə demişdik ki, daşlı palçıqlı sel hadisələri. Sadəcə palçıqlı desə Abşeron, Qobustan deyə bilərik, amma daşlı palçıqlı sellər desə Böyük Qafqazın cənubundan axan çaylar, Qanıqayır çayın, Zaqatala Laçın çaylarını deyə bilərik. Birbaşa Xəzərə və ya Kürə tökülürlər. Təbii ki, Kürə tökülürlər, ancaq Xəzərə tökülən çaylar deyil. Onlar hamısı Kürün sol qollarıdır, Kürə tökülürlər. Böyük Qafqazdan başlayan çaylar Kürün sol qolları, Kiçik Qafqazdan başlayan çaylar isə Kürün sağ qollarıdır. Ona görə cavabımız 2, 3 və 4 Y variantı olacaq.